Davamı yəqin ki gələr də inşallah. Xanımın bugün sənətdə dostu kimdir? Mənim xanımlardan dostlarım çoxdur, amma etibar hər bir kəs. Evinizin içinə buraxdığınız o xanım ifaçı kimdir? Bizim orada bir məkanımız var, daha Öyle biz oraya yığılırıq. Hə, elə ora evimiz kimidir. Oraya yığılırlar qızlar. Zəngləşdiyiniz bir xanım yoxdur ifaçı ki, paylaşasınız, bölüşəsiniz. Bugün bunu elədim. Yox, mən nə isə paylaşanda öz həyat yoldaşımla paylaşıram. Onunla Babəklə paylaşıram. Yəni belə, amma belə gündəlik işlərimiz olarsa, belə Ofeliyadır, deyək ki, Kəmalə xanımdır, Nazilə Səfərlidir, Zöhrə Xəlilidir, Aynur Qafarlıdır, yəni bunlarla danışıram. Və mən doğru eşitmişəm ki, Zülfiyə xanımın yaxşı borc verməyi var. Müğənnilərdən bir neçəsi borc alır Zülfiyə xanımdan. Yox, yox. Amma qaytarıb, amma kimsə dara düşəndə sizə zəng edir ətrafınızdan. Yox, valla, indi desələr də indi alınmayacaq çünki. Vaxtında eləmişsiniz amma.